Uşağınızın aqressiv olduğunu göstərən davranışları sayacağam. Sona qədər izlə. Birincisi fiziki davranışlar. Bu uşaqlar başqalarını vurmaq, dişləmək və itələmək kimi hərəkətlər edirlər. İkincisi əşyalara zərər vermək. Ətraflarındakı bütün əşyaları və oyuncaqları qəsdən sındırmaq və ya zədələmək istəyirlər. Üçüncüsü dinləməmək və qışqırmaq. Valideynlərinin və böyüklərinin dediklərini eşitmirlər və istəklərini qışqıraraq və ya ağlayaraq əldə edirlər. Dördüncüsü isə qaydaları pozmaq. Qoyulan qaydaları və cəzaları göz ardı edirlər və onlara çox vaxt əməl eləmirlər. Bu davranışların səbəbi bəzən evdəki, yəni ata-ana arasında gərginlik, yetəri qədər diqqət çatışmazlığı və ya özünü ifadə edə bilməmək kimi faktorlar uşağın aqressivliyinə təsir göstərə bilir. Uşağınızda belə davranışlar varsa və həll edə bilmirsinizsə, sizə kömək ola bilərəm. Uşağınızın aqressiv olduğunu göstərən davranışları sayacağam. Sona qədər izlə. Birincisi fiziki davranışlar. Bu uşaqlar başqalarını vurmaq, dişləmək və itələmək kimi hərəkətlər edirlər. İkincisi əşyalara zərər vermək. Ətraflarındakı bütün əşyaları və oyuncaqları qəsdən sındırmaq və ya zədələmək istəyirlər. Üçüncüsü dinləməmək və qışqırmaq. Valideynlərinin və böyüklərinin dediklərini eşitmirlər və istəklərini qışqıraraq və ya ağlayaraq əldə edirlər. Dördüncüsü isə qaydaları pozmaq. Qoyulan qaydaları və cəzaları göz ardı edirlər və onlara çox vaxt əməl eləmirlər. Bu davranışların səbəbi bəzən evdəki, yəni ata-ana arasında gərginlik, yetəri qədər diqqət çatışmazlığı və ya özünü ifadə edə bilməmək kimi faktorlar uşağın aqressivliyinə təsir göstərə bilir. Uşağınızda belə davranışlar varsa və həll edə bilmirsinizsə, sizə kömək ola bilərəm.